Deməli, Fuad müəllimlə bugün tanış olduq. Bu dağlarda tanış olduq. Dağlarda tanış olduq, qismət Sağ oldu. olsun. Bir-birimizi izləyirdik. Elşad Belə Əsgərov tanış olduq. müəllim də çox sağ olsun. Yeni bir Əsgərovla da bizi tanış elədi. Bu dağlarda dağ adamları ilə, çöl adamları ilə, təbiəti sevən insanlarla gəzməyində başqa bir ləzzəti var. Həqiqətən elədir. Bu ləldir, cəvahirdir. Nə bilim, mənim fikrimdə, qəlbimdə belədir. Buradan da bütün insanları təbiəti qorumağa, sevməyə dəvət edirik. Bəli. Bizim məqsədimiz bu ərazilərdə monitorinqlər aparmaq, təbiəti qorumaqdır. Başqa bir məqsədimiz yoxdur. Təbiəti sevən insanlara da bu işdə dəstək olmağa Çox çağırırıq. sağ olun. Müəllim, siz də bir vətəndaşlıq borcunuzu, dostluq, qardaşlıq, təbiəti sevmə borcunuzu artıqlaması ilə göstərirsiniz. Hər zaman Ümid edirəm hazırıq. ki, yaxın vaxtlarda da çiyin-çiyinə bu ərazilərdə çalışarıq. İnşallah. Belə bir uçurum yerdəyik. Kəlbəcərdə 165 nömrəli kameranı yoxlayırıq. Təxminən 6 ay əvvəl bu kameraya baxış keçirilmişdi. Hal-hazırda batareyası demək olar ki, sönmüş vəziyyətdədir. Ona görə də biz həm batareyanı dəyişəcəyik, həm də yeni kartla buranı əvəzləşdirəcəyik.